Rusiya tərəfdən baxanda Rusiyanın bu 4 illik müharibədə qazandığı nəticə sıfırdır. Yəni Tam sıfırdır. tam sıfırdır. Rusiya o qədər avantürist bir məsələyə əl atdı ki, Ukrayna hücum etməklə. Rusiya özünün dünənin, bugünün və gələcəyin yandırdı. Rusiya prezidenti Putinin əldə etmək istədiyi nəticələr tam başqaydı. O istəyirdi ki, qısa müddətli bir müharibədə şanlı bir qələbə əldə edib, özünün kürsüsünün ömrünü uzatsın. Bəli. Və bu qələbəni Rusiyanın əhalisinə satsın. Necə ki, 2014-cü ildə Krım yarımadasını ilhaq edəndə, işğal edəndə onun avtoriteti Rus cəmiyyətində reytingi çox sürətlə artmışdı. Və hər zaman Rusiyada içəridəki sosial-iqtisadi problemlərdən, digər problemlərdən yaxa qurtarmağın yolun qonşuya hücum etməkdə görüblər. Və Putinin ikinci məqsədi o idi ki, qısa müddətdə Kiyevi ələ keçirsin, mövcud legitim hakimiyyəti devirsin, yerinə Rusiyanın bir kukulasını oturtsun. Bəli. Və Rusiyanın istədiyi bütün məsələləri sənədləşdirsinlər həmin o kukulanın, o vassalın əli ilə. Sonra onu təbii ki, Moskva qətlə yetirəcəkdir və bütün imzalamış sənədlər də dünya legitim sənədlər kimi sırınacaqdır. Bəli. Onun içərisində Krım olacaqdır, Donetsk, Lugansk olacaqdır və ya Zaporojye, Xerson vilayətləri olacaqdır. Yəni nə isə səydilər, həmin o kukulanın əli ilə edəcəklərdi. Bunu da edə bilmədi. Və söylədiyiniz kimi 6 gündən sonra 4 il olacaq ki, müharibə davam edir. Rusiya bu müharibədə milyon yarım insan itiribdir. Bəli. Aldığı nəticə isə Ukraynanın 11 il müddətində 20% ərazisini işğal etməsidir. Əslində 2014-cü ildə müharibənin başlanğıcını saysaq, doğru. 12-ci il gedir ki, müharibə gedir və Rusiyanın nə Ukraynanı tam işğal etmək planları reallaşa bilmədi, nə rejimi dəyişə bilmədi, nə Ukraynanın özünə tabe edə bilmədi. Milyon yarım insan itirdi, iqtisadiyyatı 30 min sanksiyanın altına düşdü. Bəli. Büdcəsində bu il 12 trilyon rubulluq bir yırtıq yarandı. Dünyanın qəzəbinə tuş gəldi. Sivil dünya Rusiyanın atdığı addımları nifrət ilə qarşıladı. Böyük səkkizlikdən qovuldu. Bəli. Sərmayələr Rusiyanın ərazisini tamamilə tərk edib getdi. İri kampaniyalar, korporasiyalar, böyük şirkətlər, nəhəng şirkətlər ki, Rusiyanın ərazisinə sərmayələr qoyurdular, bunlar getdilər. Rusiya nəhəng Avropa bazarını itirdi. Mən sizin studiyada bir neçə dəfə söyləmişəm, hörmətli Emil bəy. Rusiya təkcə Putinin hakimiyyətə gəldiyi dövrdə 25 il müddətində neft və qaz satışından 4 trilyon dollar pul götürmüşdü. Düşünün rəqəmin nəhəyliyinə və bu rəqəmlər Rusiyanın iqtisadiyyatına qoyulması əvəzinə oliqarxlar tərəfindən, Putinin ətrafındakı 118 oliqarx tərəfindən mənimsənildi, xalq yağmalandı və bu müharibənin nəticəsində də Avropa bazarı itirildi. Gündə 1 milyard dollar Avropa bazarından Rus kassasına pul gəlirdi. Bəli. Bu da itirildi.